İslamdan məqsəd sırf bu hazırda mövcud olan İslamdırsa, onda Quran deyir ki, İbrahim müsəlmanlardandır, Adəm müsəlmanlardır. Adəm nə zaman İslamı qəbul edir İbrahim əleyhissalamla? Deməli məqsəd orada İslamdan məqsəd o müsəlmançılıqdan məqsəd təslimdir. Hətta o ayənin ümumiyyətlə əgər qardaş şiədirsə, bilməlidir ki, İmam Rıza əleyhissalam buyurur ki, heç kəs Quran ayəsini öz fikrini təfsir edə bilməz. Bunu döndərməlidir zikr əhlinə həmin ayəni, Muhammed və Ali Muhammedə və ayə imamla birgə təfsir oluna bilər. Yəni necə? Biz getməliyik həmin ayənin təfsirinə baxmalıyıq. Görək, orada İslamdan məqsəd nədir? İmamlar nədir? Allahın dilində İslam imamların anlayışında nədir? Və hədisə getdiyimiz zaman Muxtəsər Bəsarət dərəcə kitabını istəsə qardaş gedir araşdırırlar, lazım olsun mən göndərərəm qardaşa. Orada İmam Sadiq əleyhissalam deyir ki, orada İslam və belə deyək də ərəbcə bilənlər bilir ki, orada bir hərəkə fərqi olur. İslam və ya təslim sözündə. İmam Sadiq əleyhissalam deyir ki, oradan məqsəd yəni təslim olanlar. Müsəlmanlarda, Quranda keçən müsəlmanlardan məqsəd təslim olanlar və İslamdan məqsəd yəni bizi təslim olunmadan danışır. Yəni sırf hər hansı bir ideologiyadan danışmır. Yəni belə deyək, Adəmin də dini İslamdır, İbrahimin də, Musanın da, İsa'nın da əleyhissalam və Muhammed peyğəmbər sallavatullahın da və hətta Ali Muhammedin qaimi Əbu Sadiq əleyhissalamın da. Lakin Əbu Sadiq nə deyir? Deyir biz ona görə bu dinə Əhmədi Sülh və Nur dini adını niyə vermişik? Səbəb budur ki, əlimizdə olan İslam dini ilə bu fərqləndirilsin. Əgər bu İslam həqiqi İslam olsaydı, biz zaten yeni bir ad verməyəcəkdik. Səbəb budur ki, həmin İslam artıq dəyişdirilib, təhrif olunub, öz yolundan çıxıb, sapıb. O səbəbdən Əbu Sadiq əleyhissalam və ya Əhməd Həsən əleyhissalam, İmam Mehdi əleyhissalam öz dinini fərqləndirmək üçün buna xüsusi